Susuz, ondan sonra kanalizasiyasız, yolumuz yaman gündə, yəni baxan yoxdur. Şikayətimiz indi bu dəqiqə ən yaxşı çəkilərsə kanalizasiya, su. Hökməli qəsəbəsi Mehdi Hüseynzadə küçəsindəyik. Bu küçənin problemlərini saymaqla bitmək bilmir. Yol, su, kanalizasiya demək olar ki, bərbad vəziyyətdədir burada. Su isə ümumilikdə yoxdur. Bizim problem yəni bu suyuna bağlıdır. Sudur, kanalizasiyadır, yolumuzdur. Yəni indiki zamanədə quyu heç bir yerdə yoxdur. Bunu bu müasir zamanədə 21-ci əsrdə quyu çəkdirməyin var, heç kimin imkanı yoxdur. Sudur da bala başın gözüm. Su, kanalizasiya ən çətin zaddır. Neçə illərdir su al, vəziyyət çox çətindir. Qardaş, bizim problemimiz burada bax, yoldur, ən vacibi. Ən vaciblərdən biri də ki, kanalizasiyadır, bir də suyumuz gəlmir. İndi 95%-in suyu vəbşə yoxdur, 5%-in da var, su tamamilə yayda 4-5 ayla gəlmir. Qışda da ki, 2 aydan bir dəfə gələr, gəlməz. Hökməli qəsəbəsində bizim nə bu ilk çəkilişimizdir. Bu gedişatla görsənir ki, bu bir daha təkrarlanacaq, dəfələrlə olacaq. Çünki bu qəsəbənin problemləri illərdir bitmək bilmir. Eyni problemlər, oxşar problemlər və həlli tapılmayan problemlərdir.